İbrahim Ən-Nəxai rahimehullah, yəni məşhur tabiinlərdəndir. Deyir, hərdən deyir qəlbimdə elə şeylər keçir ki, qəlbimdən. Onu dillə deməyə qorxuram ki, Allah məni imtahan eləyər. Subhanallah, biz insanıq, yəni hər birimizin qəlbinə elə şeylər gələ bilər. İnsanın qəlbinə pisdən, mənfi fikirlər, özü barəsində, uşaqları barəsində, işi barəsində, nə bilim, yaxınlar barəsində, dostu barəsində mənfi fikirlər gələ bilər. Ancaq onu demək artıq problemdir. Demək artıq imtahan qapısını açır. Yəni, insan o dediyi sözlə imtahan ola bilir və yaxud da qapıldığı pis zənnlə imtahan ola bilir. Məsələn, məşhur qissədir, hamımız bilirik. Hamımız Yusif surəsini oxumuşuq. Və hamımız da Yusif əleyhissalamın qissəsini bilirik. Necə ki, övladları Yaqub əleyhissalama deyir ki, Yusifi bizlə göndər. Yaqub əleyhissalam nə deyir? Deyir ki, qorxuram ki, onu apararsınız və onu qurdiyə. Və həqiqətən də xəbər gəlir ki, qurdiyedir. Subhanallah, imtahan olur, yəni dediyi sözlə. Halbuki Yusif əleyhissalamı qurdiyemir. Ancaq ki, deyir, qorxuram ki, apararsınız qurdiyə. Və o cürdə imtahan olur, yəni xəbər gəlir ki, qurdiyedir. İkinci oğlunu göndərəndə, Binyamini göndərəndə, oğlanları təzədən Misrə qaydanda, Yusuf əleyhissalam da Misirin əzizi olur, düzdür, ancaq bilmir. Oğlanları deyir ki, Binyamini də bizlə göndər. Deyir ki, Yaqub əleyhissalam nə deyir? Deyir, illə ən yuhata bikum. Deyir ki, əgər başınıza bir müsibət gəlib çarəsiz qalarsınızsa, ondan əlavə Binyamini məndən geri qaytarmağa Allaha and etsin. Və subhanallah, həqiqətən də başlarına müsibət gəlir, çarəsiz qalırlar və Binyamini itirirlər. Yəni, Binyamin Misirdə əsir olaraq qalır və yenə də sözdən dolayı nə olur? İmtahan olur. Subhanallah. Ona görə, yəni, həmişə insan yaxşı zəndə olmalıdır. Həm Rəbbi barəsində Allaha təvəkkül eləməlidir. İmtahan olunacaq sözləri dilinə gətirməməlidir.